Ermənistanın baş naziri Nikol Paşinyanın sülhlə bağlı açıqlamalarını müzakirə edəcəyik. İndi bizimlə birbaşa canlı bağlantıda siyasi şərhçi Müşfiq Abdulladır. Salam Müşfiq müəllim, eşidirsinizmi bizi? Salam Sinər xanım, bəli eşidirəm. Müşfiq müəllim, ümumiyyətlə Paşinyanın bu bəyan etdiyi kimi Qarabağa ermənilərin qayıtmasının sülh prosesinə təhlükə yaratdığı ehtimalını ümumiyyətlə gündəmə gətirdi. Soruşmaq istəyərdim ki, bu ehtimal nədən qaynaqlandı ki, axır ki Paşinyan bunu dilə gətirdi? Əslində Paşinyan ermənilərin Qarabağa qayıtmasında bunun sülhə təhlükə olduğunu bir müddət əvvəl də söyləmişdi. Yəni bu onun birinci fikri deyil. Parlamentdə də söyləmişdi bir müddət əvvəl və hesab eləmişdi ki, bu ermənilərin Qarabağa qayıtmasına indiki halda ehtiyac yoxdur. Və bu Paşinyana qarşı müəyyən tənqidlərin, xüsusilə revanşist müxalifət tərəfindən tənqidlərin səslənməsinə səbəb olmuşdu. Bu yaxınlarda Ermənistan baş naziri aparatının rəhbəri Arayik Arutunyan da bildirib ki, onların Qarabağa qayıtması deməli Ermənistan üçün müəyyən problemlər, sülh prosesi üçün müəyyən problemlər yarada bilər. Bax, bu baxımdan hesab edirəm ki, Ermənistan hökumətinin mövqeyi daha çox sülh prosesinə belə deyək, sadiqlikdən yanaşı eyni zamanda ondan irəli gəlir ki, əslində bilirsiniz, bax, mən sizə bir məsələni xatırlatmaq istəyirəm. Bir işə gün öncə Alin Simonyan, Ermənistan parlamentinin spikeri bildirib ki, onların qayıdacağı halda təhlükəsizliyinə heç bir zəmanət yox. Amma Azərbaycan dövləti dəfələrlə bildirib ki, Ermənistan keçmiş Dağlıq Qarabağ, yəni Qarabağdan könüllü köçən ermənilərin təhlükəsizliyinə təminat verməyə hazırdır. Onların deməli, hətta onlara 2023-cü ildə xatırlayırsınız, vətəndaşlıq da təklif olunmuşdu, birgə yaşayış təklif olunmuşdu. Azərbaycan dövləti onlara təhlükəsizlik zəmanətləri verməyə hazır olduğunu bildirmişdi. Təbii ki, burada söhbət Azərbaycana qarşı işğalçılıq müharibəsində, soyqırımda, etnik təmizləmədə iştirak etməyən erməni əsilli vətəndaşlardan gedir və 1988-ci ilə qədər Azərbaycan ərazisində yaşamış ermənilər və onların ailə üzvlərindən gedir. Yəni sonradan köçürülmüş ermənilərdən, süni sürətli məskunləşmiş ermənilərdən getmir. Bu insanlar Qarabağda yaşaya bilərdilər, Azərbaycan ərazisində vətəndaşlıq qəbul edə bilərdilər və birgə yaşayış qəbul etsəydilər, onlar üçün heç bir problem olmayacaqdır. Və Azərbaycan dövləti bunun üçün xüsusi bir şərait yaratmağa hazır olduğunu bildirir. Amma onlar nə edilər? Onlar heç bir bu təklifi qəbul etmədilər və könüllü şəkildə Azərbaycan ərazisini tərk edib getdilər. Yəni, onları heç kim buna məcbur etmədi. Bu, onların müstəqil qərarı idi. İndi də onların qayıtmasına da heç kim Azərbaycan tərəfindən süni maneə yaratmır. Sadəcə olaraq yenə də onlar görünür hansı arzularla yaşayırlar və Nikol Paşinyan da bilir ki, onlar Azərbaycan ərazisinə qayıtsalar, onlar Qarabağa dönsələr, yenidən erməni separatizmini dirçəltməyə çalışacaqlar. Yenidən hansısa Azərbaycan ərazisində ikinci erməni dövlətini qurmaq arzusu ilə yaşayacaqlar. Lakin bu mümkün deyil. Yəni artıq Azərbaycan ərazisində erməni separatizminin belə deyək, kökü bir dəfəlik kəsilib, buna son qoyulub və Azərbaycanın bütün ərazilərində deməli, Azərbaycanın suverenliyi və konstitusiyon hüququ tam bərqərar olub, Xankəndidə Azərbaycan bayrağı dalğalanır və artıq onların vaxtı ilə Miyatsum deyərək meydana axışdığı meydanlarda, küçələrdə indi Azərbaycan dövləti, Azərbaycan vətəndaşları təhlükəsiz, heç bir problem olmadan gəzə bilirlər. Yəni ona görə də yenidən erməni separatizminin Azərbaycan ərazisində
bərqərar olacağına olan ümidlər təbii ki, sülhə problem yarada bilər, sülhə təhlükə yarada bilər. Paşinyanın dediyi də buna əsaslanır və Azərbaycan dövləti artıq sülhə kifayət qədər, tərəflərin sülhə kifayət qədər yaxınlaşdığı bir vaxtda belə bir addımın atılması, ermənilərin Qarabağa qayıtması kimi xülyaların meydana atılması təbii ki, sülh prosesinə ciddi ziyan vura bilər. Eyni zamanda Azərbaycan Ermənistan konstitusiyasından keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə birləşdirilməsinə və preambula hissəsinin çıxarılmasını tələb etdiyi bir vaxtda bu iddianı ortaya atırmaq təbii ki, qeyri-ciddidir, qeyri-real səslənir. Əgər ermənilər Qarabağa qayıtmaq istəyirlərsə, bizim də öz şərtimiz var. Yəni, Azərbaycan tərəfinin öz şərti var. O zaman Azərbaycanlılar da Ermənistana, yəni Qərbi Azərbaycana qayıtmalıdırlar. 1988-89-cu illərdə qovulduqları öz dədə-baba yurtlarına, öz evlərinə dönməlidirlər. Yəni, Ermənistan rəhbərliyi də bunu bilir. Ona görə də ermənilərin Qarabağa qayıtmasına maraqlı tərəf kimi görülmür.